Çox ayıb olsun sənə. Sənə haqqımı halal eləmirəm. Mənə sataşanlar, o Allahıma qurban olum ki, həyatda xeyir tapmır. Çünki mənim əlimi Allahıma açmağım o Allaha bəsdir. Siz ki, mənə qarşı belə nankorluq edirsiniz. Sidq Allahdan istəyirəm, 7 bir canınızdan çəkəsiz. Allah sizə elə bir dərdə salsın, heç o dərddən çıxa bilməyəsiniz. Mənim haqqıma ki, nə qədər girirsiniz, mənim yeməyimi yiyib, mən boş qanına tüpürürsünüz ha. Allah sizə necə dərd verir, elə də canınızdan çəkdirsin. Yaxşı, Allah sizi canınızdan çəkdirsin. Bu da sizə son sözüm. Arzum mənlə dalaşıb danışmır. Belizar dünən canlısında deyir ki, arzum deyir ki, o ölüb onun nəyinə prim verirsən. Az sən kimsən? Hə? Mən prim alıramsa, sən niyə düşmüsən metropollara? Hə? Bəzələləri ilə oturub durmurdun, hə? Şəhərdə konsert verdin, Alicana. Millətə konsert verdin, solo konsert. İndi bu səviyyəlidir, biraz tanınır deyə, canlısında adam var deyə. Bundan oturub, mən ölmüşəm, sən ölmüsən, mən niyə ölürəm? Bu qədər başınıza hadisə gəlir, yenə Allahdan qorxmursunuz, gedib orada burada oturub mənim dalımca danışırsınız. Çox ayıb olsun sizə. Gedib başqa yerlərdə durub deyirsən, Lamanın evi var. Çox ayıb olsun. Mənim evim var, evi yoxdur. Kim yalandan bir evi var, Allah onu evə həsrət qoysun. Bezirəm, insanların nankorluğundan bezirəm. Bezirəm. Özləri göstərirlər canlıda mələk. Mən eşli danışmam. Gəlib mənim dalımca danışın. Niyə mənim dalımca danışırsınız? Nə istəyirsiniz məndən? Özünüzü canlıda quyruğunuz qapı arasında qalan kimi başlayırsınız. Bir gün dincilliyirlər, 2-ci gün ağlayırlar. 3-cü gün gedirlər, onun bu yanında mənim dalımca danışırlar. Niyə danışırsınız? Niyə danışırsınız? Bəs sizə yetim qız almaya haqqıma girirsiniz. Ona görə bu gündə siz Allah bundan da betər günə salsın sizi. Bu sizin yaxşı günləriniz olsun inşallah. Haqqımı sizə halal eləmirəm. Sürünəsiz yerlərdə bu sizin yaxşı günləriniz olsun. Bu sözümü, bu kaydımı paylaşın, heç yaddan çıxartmayın. Mənim haqqıma girənləri o Allah cavabını verəcək. Bu sizin elə yaxşı günlərinizdir. Bu sizin elə yaxşı günlər. Mənim ağzım əsir əsəbdən. Allah sizi islah etsin. Allah sizə çəkdirsin, necə ki çəkdirir. Necə ki çəkdirir, çəkdirsin. Çox ayıb olsun sizə. Eybi yox, o insanları mən burada həyasız kimi, davakı kimi tanısın. Allah mənim ürəyimi bilir. Allah mənim ürəyimi bilir. Yaxşı, sən durub Belizara deyirsən ki, onun nəyinə prim verirsən, ölüb gediblər. Eybi yoxdur. Ən azından mən gedib metropollarda saat 12-də falan gedib yalvarıb şəkil çəkdirib girişmirəm. Gedib orada burada gizlində qalmıram. Yaxşı, mən nəyəm, üzdəyəm. Mənə sataşmayın. Cavabınızı 5 qat verərəm. Mənlə işiniz olmasın. Primə sizin ehtiyacınız var ki, gelib oturmuşsunuz onun ayağında. Bildiniz? İnsan canlısı düşərdə qalxar da. Düşməz qalxmaz bir Allahdır. Heç kim deməsin ki, mənim canlım düşməyib, qalxmayıb. Düşməz qalxmaz bir o göydəki Allahdır. Başa düşdünüz? Qaldı canlı düşməyinə mən canlı açmırdım 7-8 aydır normal. Çünki mənə psixoloji elə təsir eləmişdiniz ki, mənim canlı açmağa halım belə yox idi. Özünüzü canlıda mələyi göstərib ki, burada mənim dalımca danışırsınız. Dostluq edirsiniz, cərə eləyin, cəhənnəmə eləyin. Gedin dostluğunuzu bir yerdə eləyin. Mənim dalımca oturub bir süfrədə danışmayın. Velodur, melodur, nədirsə, o kimdir ki mənə prim versin? Velo səni kimlərinə prim verər? Mən TikTokda Velo yox idi, var idim, sən yox idin, var idim. Yeri gəlsə səni mən tanıtdırmışam. Mən kiminsə yanında oturub canlımı qaldırmamışam. Kimlərsə mənim yanında oturub canlıların qaldırıblar. Başa düşdünüz? Mən öz şotuma gündəmə gələn adamam. Öz şotuma da düşərəm, qalxarım, o mənim biləcəyim işdir. Onun heç kəsin dəxli yoxdur. Gedib orada burada az haqqıma girin. Evi var, filan şeyi var, ev yəsi onu evi ipotekaya verib, evi yalandan deyir cəmaatın içində. Allah göydən görür. Leyla xanım çox sağ. Allah göydən. Haqqıma girmeyin. Biraz Allah qorxunuz olsun içinizdə. Ne olar bu boyda Allah qorxunuz olsun içinizdə. 1 gram Allah qorxusu olsun da içinizdə. Çəkin də yaxamın. Mənim yaxamdan çəkilin. Nə istəyirsiniz məndən? Bir quru canımdır. Nə istəyirsiniz? Nə istəyirsiniz də məndən?
Artisti elən Allah əzzin əlindən alsın. Məni qədər nankorluq gör görüm başın salamat qalar sənin. Nə qədər insan nankorluq görər. Adımı da qoyublar həyasız dəli. Sözün düzün danışıram ona görə. Bəsdir də. Mən də özümü mələk göstərim burada. Gedim onun bütün günü. Məndən əl çəkmirlər bunlar. Bu birisi gəlib sırtqoz evimdə yemək yiyir. Çıxıb gedib mənim dalımca danışır. Sən onsuz da gedirdin. Meyza sənə bəhanədir. Meyza sənə bəhanədir. Sən onsuz da gedirdin. Yemək yiyəndə dedin ki gedirəm. Dedin gedənə yaxın qoy bir dənə şou yaradım gedim. Mənim evimdə mənim üstümə qışqırdım. Mən də dedim dur bas bayra. Dur bas bayra. Mən kiməm ki kimin evinə gedim, hələ cəmaatın üstünə də qışqırım, cəmaatın o süfrəsində otura-otura. Getduğun çadır Belizarə deyil sözü. Dünən sənə görə dalaşıram, dolumu sandalda. Akşam mənim evimdə konsert verdim, verirəm polisə, səhər durdum barışmışam. İndi məni gördü, sənin gözün gedib orada artist yeriyirsən. Niyə bu qədər nankorsuz siz? Çox sağ olun hədiyyələr üçün. Niyə bu qədər nankorsuz? Başa düşdük, acı diləm. Amma mənim başqa nə nöqsanım var? Pozğun deyiləm, tərbiyəsiz deyiləm, içmirəm, çəkmirəm, əxlaqsız deyiləm, tərbiyəsiz hərəkətlər eləmirəm. Ola bilər acı diləm, ona da mənə siz vadar edirsiniz. Siz vadar edirsiniz. Gedin mənim dalımca danışın, ağzınıza gələndən sonra denəm otur sakit. Mən əsəbləri korlanmış adamam. Ərdən yarımısınız, bəxtəbərlər. Mən döyülmüşəm, söyülmüşəm. Hamilə olanlar ribenlə çırpılmışam. Oturmuşsunuz bir əliniz yağda, bir əliniz balda məndən danışırsınız. Niyə?